İran'ın müttefiki olarak Əziz dostlar, biliyoruz biz Əli bəylə elə Alikanla da ilk gündən canlı yayıma başlayanda əsas məqsədimiz bu yayımlarda dezinformasiya və fake newsların qarşısının alınmasıdır. Yalnız biz çalışırıq ki, rəsmi məlumatları və rəsmi şəxslərin dilindən verilən məlumatları çatdıraq və burada yazırlar ki, Şəmkirə nəsə atəş tutub. Ben de onu gördüm Hacı Bey, okumadım Əziz ama. dostlar, bu Bence sen de okuma. tamamilə, özür istəyirəm, tamamilə dezinformasiya, fake newsdur, belə bir məlumat yoxdur. Xahiş edirəm, yəni bu hansısa blogerlərin uydurmasıdır, buna inanmayaq və bizdən əgər rəsmi məlumat olarsa, biz mütləq bunu həm səhifəmizdə, həm belə deyim də, saytımızda yayımlayacağıq. Bunlar hamısı yalan məlumatlardır. Çox təəssüf ki, bu dəqiqə həm də informasiya müharibəsi gedir və Azərbaycanı sevməyən qüvvələr də aktivləşiblər. TikTokda, YouTube'da, Instagramda saxta məlumatlar yayırlar, saxta belə deyim də, xəbərlər paylaşırlar, hansısa köhnə videolar paylaşırlar. Bunlar tamamilə saxta bir məlumatdır, belə bir xəbər yoxdur. Hazırda Şəmkirdə sakitçilikdir. Xahiş edirəm ki, belə şərhləri yazan insanlar da biraz diqqətli olsunlar. Bu mövzularla bağlı, həssas mövzularla bağlı biz çalışmalıyıq ki, yalnız rəsmi məlumatlara çatdıraq və belə bir xəbər kökündən yanlış və saxta məlumatdır. Bəli. Burada yazırlar Şəmkirdəyəm, elə bir şey yoxdur. Bəli, bu adamlar yalnız təxribatçı insanlardır ki, belə yalancı, saxta şərhlər yazaraq yayımları dəyişmək istəyirlər. Bəli, xahiş edirəm diqqətli olaq və yalan xəbərlərə, dezinformasiyalara inanmayaq. Buyur, Əli, sözü Bunların kəsdim. demək olar ki, profilləri də elə fake'dir. Bu açıq aydın görsənir. Şəmkir İran hara, Şəmkir hara, nə əlaqəsi? Bunun